Mən acizliyimi Allahın qabağında etiraf eləmək istəyirəm. Deyəm ki, ilahi, xəstə qəlbimə şəfa ver, bacarmıram qəlbimlə. Bütün qapıları döymüşəm, bağlanıb üzümə. Bütün qapıları döymüşəm. Hamının vəfasızlığını görmüşəm, indi sənin qapıva gəlmişəm. Eşitmişəm, sən birini çox istəyəndə günaha tərəf yolunu bağlayırsan. Mən də çox istə xahiş edirəm. Mən bugün də Qədir gecəsində də sənə söz vermirəm ki, günah eləməyəcəm. Mən söz vermirəm. Çünki söz vermişəm, eləyə bilməmişəm. Mən söz vermişəm, hər il söz verirəm, xeyri yoxdur. Bacarmıram, ona görə söz vermirəm. Bir şey deyə bilərəm ki, özün köməklə mən getməyim. Sən nəzər elə, sən əlimdən tut ki, mən günaha tərəf getməyim. Mən eşitmişəm, sənin bəzi bəndələrin səsindən xoşun gəlir. Bəzi bəndələri hər gecə oyadırsan ki, dur mənlə danış, xoşum gəlir sənin səsindən. Amma mənim o müvəffəqiyyətim yoxdur, hər gecə gedəm. Amma bu gecə fürsət vermirsən mənə. Bu gecə də məni dəvət eləmişsən. Və həmişə olmayacaq bu fürsət. Bir gün gələcək məni dostlarım çiyninə qoyub tabutun içində aparacaq. Da fürsət olmayacaq. Arzulayacam ki, qayıdıb 10 dəfə deyərdim bikə ya Allah. Fürsət olmayacaq. Dilim bağlanacaq da danışa bilməyəcəm. Bir gün məni qəbrə qoyacaqlar. Mən neçə əhyanı səni çağırmışam ki, həmin o çətin vaxtında sən də məni çağırasan, adımla çağırasan. Deyəsən, xoş gəlmirsən mənim bəndəm. O çətin vaxtımda, dünyadan ayrılan vaxtımda. Hədisdir bu. Deyir, bir günahkarı qəbrə qoyarlar. Cəmaat çıxar gedər. Allahdan nida, bu qəbirdə tək qalıb. Allahdan nida gələr. Mənim bəndəm, gördün necə vəfasızdılar? Bunlara görə mənə günah eləyirdim. Bunlara söykənirdin. Gördün necə qoyub gedirlər? Baxırsan həsrətlə arxalarıcan.